Hər kəs salam aleykum millət. Bugün sizlərlə birlikdə konfig necə qurulur, necə quraşdırılır onu göstərəcəm. İlk öncə açıqlamada və yaxud yorumlarda Telegram linkimiz var. Qrupumuz daha əsası. Baxın belə bir neçə Telegram kanalımız var. Hər hansı birinə gəlirsiniz. Burada sizə hilələr və konfiglər olacaq. Hansını istəsəz endirib yükləyə bilərsiniz. Məsələn, Vorvex V2. Buna basırsınız üstündən, yükləyirsiniz. Yüklədikdən sonra 3 nöqtəyə basırsınız. Burada indirilənləri qayd et var. Qayd eləyə basırsınız. Sonra buradan çıxıb yuxarı gəlib Play Store-a gəlirsiniz. Ara. Buradan bura yerə yazırsınız Zarchiver. Baxın bunu. Bu Zarchiveri buradan basırsınız üstünə. Bunu yükləyirsiniz. Sonra aça basırsınız. Dovland, Telegram. Baxın, Telegramda baxın belə bir şeylə olacaq konfiglərimiz. Bunun üstünə bir dəfə basırsınız, yüklədiyinizin görüntülü. Baxın, belə bir şifrə olacaq. Şifrəlidir bu dosya. Bu dosyanın şifrəsini də hardan öyrənə bilərsiniz? Gəlirsiniz bura, həmin o dosyanın altında belə bir video var. Həmin o videoya baxırsınız, baxın burada YouTube. Bunun üstünə bir dəfə basırsınız. Baxın, belə bir video olacaq. Həmin o videoya baxıb qutarandan sonra orada şifrə olacaq. Həmin o şifrəni yazırsınız bura. Baxın, bunun üstünə bir dəfə basırsınız. Aç. Həmin o şifrəni bura yazacaqsınız. Videonu tam baxın ki, şifrəni görə biləsiniz. Yazıb gəlirəm. Və şifrəni yazıb bitirəndən sonra belə gələcək. Bir dəfə bunun üstünə basırsınız. Bir dəfə də bunun OBB pack. Bunun üstünə basılı saxlayırsınız. Kopyala. Buradan çıxıb cihaz hafızası, Android, buradan data, buradan aşağı düşürsünüz. Buradan PUBG-nin dosyası var. Baxın bu, Tencent IC. Bir dəfə bunun üstünə basırsınız. İptal. Aşağıdakı baxın belə bir yer var. Buna basırsınız və bu qədər. Videomuz bu qədərdir. Videomu bəyəndinizsə like etib olmağı unutmayın. Sağ olun, salamat qalın.